Bilirsən dostum, mən bəlkə də milyonlara sahibəm. Amma o milyonlar sən düşündüyün pullar deyil. Görürsən bu gözü? Bunun sahibi mənəm. Heç kəs bu gözün analığını yarada bilməyib. Heç kim. Bir dənə insan gözü 586 megapikselə bərabərdir. Möhtəşəm bir sistemdir. Səncə bunun qiyməti nə qədər olar? Mən bilmirəm. Amma bilirsənmi? Dünya bazarında belə bir gözün dəyəri 100 milyarlar dollardır. Ürək sənin içində daim döyünür, səni yaşadır. Onun dəyəri isə 100 milyarlar dollardır. Böyrəklər, qaraciyər, ağciyər, qulaqlar, əllər, ayaqlar, dil. Bunların hər biri ayrıca bir sərvətdir. Hətta bir insan bədəninin bazar dəyəri milyonlarla dollardır. Amma dostum, sənə bir şey deyim. Sənə bunların hamısı pulsuz verilir. Sən heç birini pul ilə almamısan. Bax indi özündən sor. Sən milyonçu deyilsənmi? Sən artıq sərvət sahibisən. Sadəcə bunun fərqinə varmırsan. Ona görə də hər anımıza, hər nəfəsimizə, hər sağlam günümüzə şükür etməliyik. Çünki var-dövlət yalnız pulla ölçülmür. Elə insanlar var ki, heç bir şeyləri yoxdur, amma xoşbəxtdirlər. Bir də elə insanlar var ki, milyonlar sahibidirlər, amma xoşbəxt deyillər. Nəticə nədir? Pul qazanmaq, uğur qazanmaq, bunlar hamısı gözəldir. Amma ən böyük sərvət yaşadığın bu an, səni sevən insanlardır. Həyatı gözəl yaşa, dostum. Sən milyonsan. Sadəcə bu dəyəri xatırla və unutma, xoşbəxtlik pulda deyil, ürəkdədir.